Gülüşünle dünyayı dağıdarsan. Otur danışacağım bu küçük uşağın hekayəsini. O zərif və gözəl idi, amma ona paxıllıq etdilər. Ağlatdılar, sataşdılar. Necə belə bir uşağa sataşdılar. Bu yer qəddardır, heç kimə qapı açıq deyil burada. Oğrular, qatillər burada, amma o hələ dözürdü buna. Qaçacaqdı, bəlkə bir gün. Anası radyoda işləyirdi bugün. Bütün dünya qəddar və kədərlidirsə, gülüşünə aydınlat ətrafı. Gülüşünə dünyayı dağıdarsan. Ruhu var indi və bundan çox xoşbəxtdir. O hər sözü bilirdi, oxuyurdu öz arzusunu. Gündüz gecə, hər təpikdə, başa düş onu yargılamadan əvvəl. Necə oldusa, hobbisi qarşılığını tapdı. O çoxlu pul qazandı və düşündü var yaşamağı. Gözəl bir gün, qaçdı o gün. Anasını dinləyəcəkdi o bugün. Bütün dünya qəddar və kədərlidirsə, gülüşünlə aydınlat ətrafı. Gülüşüyle dünyayı dağıtacaq. Bütün dünya qəddar və kədərlidirsə, aydınlat ətrafı gülüşünlə. Gülüşünlə dünyayı dağıdarsan.